Göydən dəhşətli səs gəldi. Nəsə bir alov düşdü yerə. Yığdı cinləri, dedi ki, buna baş əyin. Gecələr gedirik, bir şey tapıb başını kəsirik. Hamı çılpaq gəzir. Dini sorğuladınız və dediniz ki, yox, bu düzgün deyil. Elşad Miri ilə danışın. Görəcəksiniz ki, Elşad Mirinin Allahı Elşad Miri kimi əhli keyf biridir. Dünya vecinə deyil. Dinin nə olduğunu bilmirlər. Sizdə o Allah məhfum olmadığına görə sizi heç kəs görmür. Siz bəs bu görən kimdir sizi? Bu göz hardadır? Bizim ateist əcdadları canavar parçalayır. Səmimi dindarlıqla göstərilən dindarlıq arasında toqquşma var. Bugün Elşad deyir ki, heç Allah da adama qız vəd eləyər, ayıb deyil. Tamam, bunu mən ateist deyirəm, çünki mən... Bəlkə o da ateist olmaq istəyir, aynı sadə, niyə imkan vermirsiniz? İkiyüzlük dində məncə buradan yaranır. İnsanın vicdanı ilə savaşıdır sanki bu. Adam pulsuz aparırdılar, 8 dəfə həcdə olub, əyninə ağ ihramiyyə geyinirdi, oturub həcdən canlı yayım açırdı da Facebookda. İndi aparmırlar, deyir ki, İslamda həc yoxdur. Hər vaxtınız xeyir olsun, 200-lüyə xoş gəldiniz. Sizinlə mənəm Ulduz Bayram. Bu verilişdə biz maskaların arxasındakı simalara, səmimiyyətlə görüntü arasında itmiş həqiqətlərə baxırıq, araşdırırıq və bugünkü mövzumuz inamın arxasındakı boşluqdur. İnsan niyə inanır? Niyə bəzi insanlar bir ömür boyu inanarkən bəziləri birdən bu inamdan üz çevirir? Və ən əsas sual, inam həqiqətən bir seçimdir, yoxsa sosioloji və psixoloji bir zərurətdir? Qonağım tanınmış jurnalist, publisist, cəmiyyətimizdə rasional düşüncənin ən sərt təmsilçilərindən Vüsal Məmmədovdur. Özü bir ateistdir, lakin bugün verilişimizə qonaq olaraq dəvət eləməyimizin səbəbi nə dini təbliğatdır, nə də qarşı durmadır. Əsas məqsədimiz səmimi, açıq şəkildə maskasız bir dialoq qurmaqdır. Hər zaman dediyim kimi, bura 200-lüdür, biz burada heç nəyi örtmürük. Elə isə başlayaq. Xoş gəldiniz Xoş Vüsal bəy. gəldik. Necəsiz? Təşəkkür edirəm. Yaxşı olasınız. Və mən istəyirəm ki, elə mövzumuzdan başlayaq. Birinci hissəmiz insan niyə inanırdı? Vüsal bəy, insanlıq tarixinə baxsaq, din, inam, ilahi güc axtarışı mövzusu ən çox davam edən mövzulardan biri deyə düşünürəm. Yəni, bu qədər davam edən mövzu məncə azdır. Sizin fikrinizcə, insan nəyə görə inanmaq ehtiyacı duyur? Çünki insanın beyni elə qurulub ki, insan bilmək istəyir. Bu insanın faciəsidir əslində. Amma beyin dediyimiz orqanın funksiyası insanı həyatda saxlamaqdır. Kitablar yazmaq yox, əsərlər yaratmaq yox, məhz insanı sağ saxlamaq, həyatda saxlamaq. Bunun üçün beyin bilməlidir. Orada kolluq niyə titrədi? Mağaranın dibindən gələn səs nədir? Gecə meşədəki o qorxulu səs nədən xəbər verir? Göy gurultusu niyə, şimşək niyə düşdü? Beyin bütün bunları bilməlidir ki, insanı həyatda saxlasın. Ona görə beyin boşluqları sevmir. Beyin cavab istəyir. Cavabsız sual beyin üçün təhlükədir. Əgər nəsə bir sual varsa, cavabı yoxdursa, beyin sos siqnalı, təhlükə, təhlükə, təhlükə. Və əgər cavab yoxdursa, beyin o cavabı uyduracaq. Bax, bu tezisi son vaxtlar çox elm adamları işləyiblər. Bunu məsələn Hararinin Homo Deus kitabında çox geniş, parlaq, maraqlı şəkildə tapıb oxumaq olar. Beyin cavab istəyir. Cavabsız sual təhlükədir. Ona görə dünyanın quruluşunda, kainatın, həyatın quruluşunda, insanın özünə baxanda, mən kiməm, niyə buradayam, sonra nə olacağam suallarına əgər bir boşluq varsa, beyin o boşluğu doldurur. Özü bir səbəblər uydurur ki, sual qalmasın. Bax, yəqin siz onu çox görmüsünüz. Pomidorun şəklini paylaşırlar, deyirlər ki, Allah yazılıb. Metroda mərmərin üstündə nəsə şəkli paylaşırlar, deyirlər ki, bu hansısa peyğəmbərin sifətidir. Niyə? Beyin mütləq nəyisə struktur, özünə tanış strukturları tapmaq, paternləri tapmaq, identifikasiya eləmək və cavab vermək istəyir. Beyin istəyir ki, müəyyən olunmuş, hər şeyin müəyyən olduğu bir mühitdə yaşasın. Çünki bu mühit təhlükəsizdir. Burada ölməyəcəksən. Burada hər şeyi bilirsən, hər şey müəyyəndir, hər sualın cavabı var. Burada sən sağ qalacaqsan və beyin rahatdır, xoşbəxtdir, hər şey məlumdur, yaşa, kef elə. Amma suallar varsa, beyin rahat ola bilmir, diskomfort. Ona görə də inanmaq insanın beynini rahatladır, xoşbəxt eləyir. Ona elə gəlir ki, təhlükə yoxdur. Halbuki ən böyük təhlükə elə budur. Amma beyin rahatdır. Beyin belə deyək də
fikirləşir ki, bilmədiyim bir sual yoxdur, mən bu mühitdə daha rahat yaşaya bilərəm və insanda bir yalançı məmnunluq, yalançı xoşbəxtlik hissi yaranır. Biz buna inam deyirik. Yəni demək istəyirsiniz ki, bu bir illüziyadır əslində. Beynimiz bizi illüziyada saxlayır. Beynin boşluqları doldurmaq cəhdidir. Məsələn, insan necə yaranıb? İnsan öləndən sonra nə olacaq? Siz fikir verirsinizsə, ölüm qorxusu. hamı bilir ki, öləcək, hər kəs bilir. Amma heç kim bilmir ki, öləndən sonra nə baş verir. Əslində heç nə baş vermir, amma bu cavab insanı qane eləmir də. Beyin üçün bu təhlükədir. Gələcəkdən nə gözləyir məni? Beyin cavab istəyir. O cavab olmayınca hesab eləyir ki, qeyri-müəyyənlikdir və bu xoşa gəlməzdir, bu qorxuludur. Siz çox əmin dediniz ki, əslində heç nə olmayacaq. Heç nə olmayacaq. Nə ola bilər? Bax, siz fikir verirsinizsə, bütün dinlər ölümdən danışırlar, ölümlə manipulyasiya eləyirlər. Amma heç kim doğulana qədərki dövrdən danışmır. Mən doğulana qədər nə idimsə, öləndən sonra da eyni şey olacağam da. Tamam, yox idimsə yenə yoxam, yenə olmayacağam. Mövcud deyil idimsə və mənsiz də dünya çox rahat idimsə və mövcud olmamağım məni narahat eləmirdisə, eyni hal odur. Yəni sən doğulana qədər nə idinsə, öləndən sonra da osan və salam çıxdama. Baxın, bir dindar da, bir ateist da, bir insandır da və biz aşağı-yuxarı eyni qorxuları paylaşırıq, düzdür? Nə qədər bir dindar ölümdən qorxursa, mən düşünürəm ki, ateist də bir o qədər ölümdən qorxur. Bu insana xas olan bir qorxudur, ölüm qorxusu. Sizdə necədir? Mənə maraqlıdır. Ölüm qorxusu. Baxın belə deyək, yaşamaq insanın əsas instinktlərindən biridir. İnsanın yox, soxulcanın belə, iynəni batıran, özünü yığıb iynədən qaçmaq. İstənilən can, sinir sistemi olan, istənilən canlının əsas instinkti həyatda qalmaqdır. Amma bu demək deyil ki, ateist ölümdən qorxur. Yox, ölümü istəməmək ayrı şeydir. Yaşamaq yanğısı, yaşamaq eşqi, sonra nələrin olacağını görmək, daha maraqlı şeylərin şahidi olmaq, bunu istəmək başqa şeydir. Təbii ki, heç kim o mənada ölmək istəmir. Amma ölümü bir labüdlük kimi qəbul eləmək, bu belə deyək, bir mərdlik, bir cəsarət məsələsidir. Məncə hər bir insan mərdanə şəkildə qəbul eləməlidir ki, bəli, ölüm var, bunu sən yaşayacaqsan, tək yaşayacaqsan, heç kimlə bunu paylaşa bilməzsən. Ölüm, niyə insanlar ölümdən qorxurlar? Yeganə şeydir ki, sən onu bölüşə bilmirsən. İnsan həmişə tək ölür. Sənin yanında səni kimsə qucaqlayıb səninlə bir yerdə ölə bilər, amma yenə də sən tək ölürsən. Ölən sənsən, təksən. Bax, bu təklik, bu qaçılmazlıq, bu çarəsizlik insanı qorxudur. Amma gözünə dik baxmaq lazımdır bu qorxuların və bir dəfə qəbul eləmək lazımdır ki, öləcəyəm. Ondan sonra çox rahat, çəkinmədən yaşamaq olur, inanın. Siz heç ölümlə üz-üzə qalmısınız? Qalmamısınız, onu görə yox, bir dəfə olub. Mənə antibiotik vuran bir adam peşəkar deyildi və antibiotiki o sınaq dozası qoymadan yüksək dozada vurmuşdu. Bədənim şok verdi, anafilaktik şok verdi. Hardasa ölməyə yaxın bir vəziyyət idi. Amma yəni nə fikrim dəyişdi. Məsələn, çox vaxt deyirlər ki, insan təyyarədə olanda ateist dönür. Ateistlərlə bağlı deyirlər. Bu yaxınlarda təyyarədən Naxçıvandan qayıdırdıq. Bir jurnalist dostla oturmuşduq elə pəncərədən qabağında söhbət edirdik. Dinin yalan olmağından, ateizmdən, bu dindarların manipulyasiyalarından, Allahın olmamağından, bu mövzulardan danışırdıq. Təyyarədə buludların üstündə uçurdu. Məsələn, belə yerdə ta ki dindar adam qorxar ki, hə də göydəyik. Burada danışmayaq, qoy aşağı düşən, Allaha yaxınıq, burada yox. Amma yox, heç bir fərqi yoxdur sənin üçün. Sən səmimisənsə, yəni dindarlar elə bilirlər ki, ateistlər Allahın varlığını zənn eləyir, sadəcə ona qarşı çıxırlar. Yəni, hardasa Allahın varlığını istisna eləmir, sadəcə ona üsyan edirlər. Asilik edirlər. Həqiqətən də asilik deyilən bir cərəyan var, tarixən olub. Ümumi də deyəsən, bəzi qatı müsəlman ölkələrində asilər var. Amma ateizm asilik deyil. Ateizm odur ki, sən həqiqətən də fövqəltəbii bir qüvvənin olmadığına əminsən. Daha doğrusu, bu sənin üçün mübahisə mövzusu deyil. Sənin həyatı izah eləməyin üçün, təbiəti, yaradılışı, özü başa düşməyin üçün Allah ideyasına ehtiyac yoxdur. Sən ümumiyyətlə bilmirsən ki, bu ideya, axı nəyə lazımdır bu ideya? Mən bu fərziyyəni niyə qəbul eləməliyəm? Sadəcə ehtiyac yoxdur və salam. Biraz başdan başlayaq. Bizim cəmiyyətimizdə doğulan bir uşaq birbaşa elə müsəlman ailəyə doğulur. Belə bir seçim şansı olmur, hansısa bir dini seçmə. Elə birbaşa doğulursan və sənə deyirlər ki, sən müsəlmansan, bu dinə mənsubsan. Yəqin ki, sizdə də belə olur və sonradan siz sorğulamağa başlamısınız. Bəzən insanın həyatında belə bir dövr olur ki, o inandığı hər şeyə şübhə ilə yanaşmağa başlayır.
Sizdə bu proses necə getdi? Necə oldu ki, siz sorğulamağa başladınız, şübhəyə düşdünüz və əmin oldunuz ki, hə yox, mən yəni İslam dini mənə uyğun deyil. Ümumiyyətlə mən yaradanın olduğuna artıq inanmıram və ateistəm. Mən də bu şeylərə şəxsi dramalardan keçib gəlmişəm və mən bəlkə də o çox pisdir. Əvvəllər dinə qarşı aqressiyanın səbəbləri bəlkə də oydu. İndi yoxdur aqressiya. Mən Şiə ailəsində doğulmuşam, böyümüşəm. Qatı Şiə. Məsələn, anam da, babam da qatı Şiə idilər. Amma dostlarım, çevrəm, deyək ki, öz şəxsi ətrafımdakı insanlar sünni idilər. Və mən həm onlarla ünsiyyətdə, həm ailə üzvlərimlə ünsiyyətdə gördüm ki, sünnilik mənə daha xoş, daha məntiqli, daha belə deyək də, daha işıqlı bir, daha işıqlı bir yol kimi gəlir. Və tədricən yaş artdıqca, dində öz yolumu seçdikcə sünnilik tərəfə meylənməyə başladım. Neçə yaşınızda təxminən? Olub hardasa 18, 19 belə bu yaşlarda. Bundan sonra sünniliyə keçəndən sonra, sünni namazı o şəkildə qılandan sonra bayramları namaz da qılırdınız. Bəli, 35 yaşına qədər namaz qılmışam. Orucu məsələn onlar kimi tutandan sonra, dəstəmazı sünnilər kimi alandan sonra, amma bütün ailədə ətrafım Şiədir. Çox ağrılı, çox belə gərgin, çox acı münasibətlər yarandı. Ailənizlə. Ailə daxilində, sonra yəni digər mən hər şey burada açıq danışa bilmirəm. Niyə? Çünki bəzi başqa insanların da sirrini açmış ola bilərəm. Düşünürəm ki, mənəvi haqqım yoxdur. Amma deməyim odur ki, mən sevdiyim insanlarla və doğma olan insanlarla nifaq, çox ağır nifaqlar yaranmağa başladı, nifaq halları. Birinci dəfə onda mənə sanki şillə dəydi ki, Allahdan olan bir şey niyə bu qədər nifaq yaratsın? Axı, mən pis heç bir şey eləmirəm. Sadəcə inanmaq və inandığımı yaşamaq istəyirəm. Niyə bu qədər gərginlik, əsəb, düşmənçilik, hiqqə, aqressiya, niyə bütün bunlar var? Axı, Allahdan olan yol insanı bura aparmamalıdır. Və bu sualdan yola çıxmışdım və sonunda gəldim ateizmə çıxdım. Başa düşdüm ki, doğru yer elə oraymış. Yəni siz, mən orasını başa düşmədim. Siz sünni seçdiniz və bu yolda davam elədiniz və bütün bu aqressiyalarla qarşılaşandan sonra dediniz ki, ümumiyyətlə mən artıq bunu da istəmirəm. Onların sizə qarşı yanaşması sizdə nifrət yaratdı, ikrah hissi doğurdu və siz artıq dediniz ki, mən Allaha da danmağa başladım. Birinci mərhələdə yox, birinci mərhələ olur. Amma sonra fikirləşirsən ki, qarşıma məqsəd qoyursan ki, bax, niyə sünni var və şiə var? İkimiz də Allaha inanırıq. İkimiz də Allah'a xoş gəlməyə çalışırıq. Niyə o özünü belə adlandırır? Bunun kökü nədir? Hardan başlayır bu? Və başlayırsan qazmağa. Bəli. Gedib çıxırsan, nə bilim, xurma bağı söhbətinə, Peyğəmbərin qızı ilə Həzrət Əlinin, nə bilim, xanımı ilə Həzrət Əlinin mübahisəsinə, Peyğəmbərin, görürsən ki, bunun kökü gedib Peyğəmbərin ailəsinə. Peyğəmbər deyirəm Məhəmməd ibn Abdullahın ailəsinə, kimlə evlənib, qızını kimə verib, hansı dostunun qızını alıb, neyinib, bura gedib çıxır. Və görürsən ki, bu kökündə dayanır, nə bilim, bir bağın üstündə məsələn mübahisə, hakimiyyətə kim gələcək, mirası kim bölüşəcək, bütün bu bizim din adı ilə qəbul etdiyimiz şeylərin kökü gedir dayanır sırf dünyəvi problemlərə, tamah, sərvət bölgüsü, dünya malı, hakimiyyət ehtirası. Sən barmağını dişləyirsən ki, budur da, yəni hər şeyin kökündə bu dayanır da. Bundan sonra artıq başlayırsan ayrı gözlə baxmağa. Mən yenə də anlamıram. Baxın, siz dini, başa düşdüm ki, dini sorğuladınız və dediniz ki, yox, bu düzgün deyil. Amma təkcə bir din yoxdur axı dünyada. Siz, deyək ki, dini də inkar elədiniz. Bəs Allahın burada yəni inkar eləməyinizin səbəbi nədir? Ondan sonra başlayırsan biraz da dərinə qazmağa. Yəni biz niyə düşünürük ki, Allah var? Çünki bizə belə deyiblər. Məsələn, mən qızıma bunu sırf düz uşağın üstündə eksperiment aparmıram, yanlış anlaşılmasın. Amma bizə həmişə deyirdilər ki, uşağa hətta Allah haqqında heç nə danışmasan belə, onun içində fitrətdən gələn bir Allah sevgisi var. Özü Allaha inanacaq, özü sevəcək. Mən demişdim ki, yaxşı, mən övladıma heç vaxt bu barədə heç nə danışmayacağam. Görüm nə olacaq, necə olacaq. Haqqası 6-7 yaşında bir gün məndən soruşdu ki, ata, Allah nədir? O vaxta qədər ümumiyyətlə o barədə danışmam. Mən də heç nə deməmişdim, o da heç nə soruşmamışdı. Soruşdu ki, Allah nədir? Dedim ki, Ayla, sən bunu harda eşitmirsən? Dedi ki, bizə məktəbdə uşaqlar danışırdılar. Mən gördüm, mən bilmirəm. Dedim ki, atamdan soruşacağam. Mən çox düzgün şəkildə, yəni vicdanla Allah haqqında bilinən nə varsa danışdım. Dedim ki, bəzi insanlar belə düşünür, bəzi insanlar inanmır. Uşaq bir qədər qulaq astı. Dedi ki, başa düşdüm. Vəssalam.
Sonra bir müddətdən sonra, yəni təxminən 1 il keçmişdi. Məndən soruşdu ki, niyə bəzi qızlar başlarını bağlayırlar, elə gəzirlər? Mən yenə buna çox yəni vicdanla düzgün izah elədim ki, bax yadıma gəldi, dedim bir dəfə səndən Allah haqqında danışmışdıq. O adamlar inanırlar ki, Allah onlara belə istəyir, bunu deyir. Soruşdu ki, ben Allah onlarla danışıb ki, yəni gördüm ki, uşaq deyildiyi kimi deyil də. Uşağın içində heç bir fitrətdən din filan yoxdur. Buna nə deyirsən, beynini necə yükləyirsən, necə proqramlaşdırırsan, o cürdə gedir, o cürdə yaşayır. Amma sonradan gec-tez yenə gəlib, məsələn, uşaqlar hardasa 8-9 yaşlarında ölüm haqqında danışmağa başlayırlar, ölümlə maraqlanırlar. Çünki artıq o yaşda nənənin, babanın, uzaq qohumun, kiminsə ölümünü görürlər, qəbristanlığın yanından keçəndə bilirlər və başlayırlar ölümlə maraqlanmağa. Mən buna amma hazırlaşmışdım. Yəni psixologiya kitablarından uşaqla ölüm haqqında necə danışmaq lazımdır. 2-3 mövzu var ki, valideyn mütləq özünü onlara hazırlamalıdır. 1. Uşaqlar dünyaya necə gəlir? Bu mövzuda uşaqla danışmağa hazır olmalısan. Yəni bunu çox, hətta peşəkar psixoloq səviyyəsində özünü buna hazırlamalısan. Bu incə məsələdir. Yəni uşağa yalan demək olmaz, aldatmaq olmaz, amma həqiqəti necə deməlisən uşağa. Və 2 ölüm. Sən uşağa ölməyəcəksən. Məsələn, mənə deyirlər ki, uşaq olanda sən böyüyəndə ölümün çarəsi tapılacaq. O yox. Uşağa səmimi şəkildə ölüm haqqında etiraf eləməlisən ki, bəli, ölüm var, bəli, insanlar ölürlər, amma bu o demək deyil ki, bu pisdir, o da yaxşı bir şeydir, amma sən hələ çox yaşayacaqsan, sən çox işlər görməlisən. Yəni, səmimi şəkildə mən də danışdım, izah elədim ki, hələ edim, bu çox tezdir, sən hələ lap çox yaşayacaqsan, sən hələ özün uşağın olacaq, nəvələrin olacaq, qocalanda baxarsan da, onda vəziyyətləri görərik. Yəni, diqqətlə qulaq asdı. Vəssalam, yəni ondan sonra nə onun ehtiyacı yaranıb Allah haqqında, din haqqında, ölüm haqqında danışmağa, nə də mən bir ehtiyac hiss eləmişəm və sakit şəkildə həyatını yaşayır. Sadəcə qorxduğum nədir? Ətrafındakı həmin o dediyi başı bağlı qızlar var ya çevrəsində. Bax, onların öz dinlərini körpə uşağa təbliğ eləməyi məni narahat edir. Biz öz ateizmimizi onlara təbliğ eləmirik. Yəni gedib heç kimin namaz qılanın altından səccadəsini çəkmirik, qabağından möhürünü götürmürük. Heç kimə demirik ki, bu nədir inanırsan? Amma onlar bizə təbliğ edirlər. Bəli, İslamda çünki belə bir səhv eləmirəmsə qayda var. Kimisə İslama gətirmək çox savab sayılır. Böyük savablardan sayılır. Böyük savablar. Yəni ki, siz bunu daha yaxşı bilərsiniz. Yəni ona görə düşünürəm ki, onlar bunu özləri üçün bir missiya hesab edirlər. Və bu da gec-tez gətirib problemlərə səbəb ola bilər. Çünki ən azından dediyim kimi heç axı müsəlmanlar özləri də bilmirlər ki, tam olaraq nəyə inanırlar, nəyə inanmalıdırlar. Okey, Allaha inanmaq lazım. Məsələn, tutaq ki, mən deyirəm ki, Allaha inanmaq istəyirəm. Mənə bir Allahın tərifini verin. Necə olan bir şeydir bu? Nədir? Mən nəyə inanmalıyam? Mən də çox dindar bir ailəyə doğulmuşam. Nənəm çox dindar idi və o belə bir tərif verirdi Allaha. Deyirdi ki, Allah nurdur. Yəni mən indiki beynimlə bunu sadəcə belə izah edirəm. Bir enerji ola bilər. Yəni bir nurdur, enerji, bir insana bənzər olduğunu mənə məsələn nənəm deməyib. Məsələn, Quranda ola bilməz. Yəni enerji ola bilməz. Belə bir enerjinin varlığı mümkün ola bilməz. Quranda yazılır ki, Allah Adəmi gildən yaratdı. Ona nə bilim, sonra yığdı cinləri, dedi ki, buna baş əyin, ona adları öyrət. Yəni nur niyə gildən yaratsın ki, məsələn, ümumiyyətlə və yaxud tutaq ki, deyir Allahın dostu var, düşməni var, Allahın acığı gələn var, Allahın acığı gəlməyən şey var, sevdiyi əməl var, Allah qəzəblidir, insana bənzədir. Allah bağışlayandır, qəhr edəndir, filandır. Yəni nurda bu əlamətləri siz məsələn necə görə bilirsiniz ki, nur qəzəblidir. Nur məsələn ədalətlidir, eyni zamanda cabbardır, eyni zamanda qəhhardır. Yəni bütün bu sifətlər nura aid sifətlər deyil axı. Bunlar insan tipli bir varlığa aid eyni sifətlərdir. Eyni zamanda Quranda o deyil deyə də təsvir olunur. Yəni Allah əslində bu deyil, o deyil, o biri deyil. Yəni bir şeyə bənzətməmək. Baxın Ulduzxan, siz səmimi olaraq özünüzlə söhbət eləsəz ki, mən Allahı necə təsəvvür edirəm, görəcəksiniz ki, sizin Allah sizə çox oxşuyur. Məsələn, Şəhriyarla danışsaz, Şəhriyar, sən Allahı necə təsəvvür edirsən, Allahın haqqında nə düşünürsən, onu mənə danış, izah elə. Səmimi danışsa görəcəksiniz ki, onun Allahı ona oxşuyur. İstənilən insanlar, mən Elşad Miri ilə danışım, görəcəksiniz ki, Elşad Mirinin Allahı Elşad Miri kimi əhli kef biridir, dünya vecinə deyil. Londonun Miri müsəlmandır, danışın görəcəksiniz ki, onun Allahı geylərə çox belə loyal yanaşır. Gedin Ərəb kralı ilə danışın, görəcəksiniz ki, onun Allahının geylərə nifrəti var. Hər kəsin Allahı özünə oxşuyur.
Hegel deyirdi ki, əgər atların şuuru olsaydı və onlar Allaha inansaydılar, Allahı at şəklində təsəvvür edərdilər. Çox gözəl fikirdir. Hətta mən deyərdim ki, xalqların belə Allahı ümumiləşdirəndə özünə oxşuyur. Məsələn, Tanrı türkə çox oxşuyur. Tanrının haqqında indi o türk mənbələrində, mifologiyasında, türk təsəvvüründə, Tanrı təsəvvüründən tanış olursan, görürsən ki, bu türk xalqları, yəni türk düşüncəsidir. Ərəblə bağlı oxuyur. Tanrının ailəyə münasibəti, Tanrının nə bilim, yeməyə, qidaya münasibəti, heyvanlara münasibəti. Ərəblərin Allahı, yəni ərəb demək yalanlar, bu iki mədəniyyətin Allahıdır da, Sami mədəniyyətinin, Sami iki xalqın Allahıdır. Yəhudilər Rəbb deyirdilər, Rəbb, Yəhva, ərəblər Allah. Görəcəksiniz ki, bu Sami mədəniyyət, Sami xalqlarına, ərəbə və Yəhudiyə oxşuyur. Məsələn, donuza nifrət edir. Niyə? Çünki donuz Sami xalqlarında totem idi. Necə ki, məsələn, biz türklərdə qurd totemdir, qurda bir hörmət var. Donuz totem idi, donuza toxunmaq olmazdı, ətini yemək olmazdı. Mifoloji, hələ mifoloji mərhələdə. Həmin mifik inanclar gəlib özünü Yəhudi və ərəb dinlərində donuzun toxunulmaz elan olunması ilə, haram elan olunması ilə nəticələnir. Haram mütləq murdar demək deyil. Məsələn, Kəbənin adı Beytül-Haram, toxunulmaz ev. Yəni, haram sözünün mənası bizdə adətən deyirlər ki, bu haramdır. Məsələn, içki haramdır, pis mənadır. Haram müsbət mənada nəyisə toxunmaz olmazsa o da haramdır. Qadına hərəm deyirlər, o da hərəm, yəni toxunulmazdır. Donuzun haram elan olunmağı, onun qabanın Sami xalqlarındakı totem, müqəddəs totem olmağı ilə bağlıdır. Görürsən ki, ərəbin Allahı ərəbə oxşuyur. Necə ki, yəni, axtarsaz, məsələn, Yapon mifologiyasındakı Allahlara baxsaz, məsələn, İzanagi, Yaponların elə bir Allahı var. Qədim Şumerlərin tutaq ki, hansı? Yəni bu bir təxəyyüldən ibarətdir demək istəyirsiniz. Hər kəs Allahı hər bir xalq, bax belə belə inkişaf edir. Bu yoxdur, bu sadəcə bir təxəyyüldən ibarətdir. Hər xalq özü və hər bir xalqın fərdi kimi insan özü təsəvvüründə bir obraz yaradır. Böyük miqyasda o obraz onun atasının xüsusiyyətlərini özündə daşıyır. Xalqdırsa əcdadlarının, insansa atasının. Sizdə belə bir təxəyyül heç bir şəkildə yoxdur. Təxəyyül var, mən bilirəm ki, bu mənim təxəyyülümdür. Mən bilirəm ki, bu Allah kainatı yaratmayıb, bu Allah məni yaratmayıb, bu Allah mən öləndən sonra mənim çiynimdəki mələklərə deməyəcək ki, gətirin əməl dəftərini qoyun orada, haqq hesab eləyək. Mən bilirəm ki, bunlar yoxdur, amma obraz təxəyyül olaraq, arxetip olaraq hər kəsdə var. Mənim də şuurumun dərin qatlarında var. Mən də oturub öz şuurumun dibinə enməyə çalışanda görürəm ki, bu arxetip olaraq bu obraz orada var. Hamıda da var. Sadəcə kimsə bunu çox real fiziki qəbul edir. Siz bunu qəbul eləmirsiniz sadəcə. Təkamülə inanırsınız və yəni bu kainatın, bu quruluşun bir yaradıcısı olduğunu dəqiqləşdirmək istəyirəm sadəcə. İnanmırsınız. Sadəcə təkamül prosesinə bu vəziyyətin bu gəlib çıxdığına inanırsınız. Kainatın yaradıcısı deyilən bir şey yoxdur. Kainat əbədidir və əzəlidir. Bu həmişə olub, həmişə var və bugünkü elmin bütün qanunları bizə deyir ki, heç nədən nəsə yarana bilməz. Bu termodinamika qanunları. Yəni enerji yaranmır və enerji yoxa çıxmır. Materiya da birisi də enerjidir. Ancaq şəklin dəyişir, formadan formaya düşür. Bunu bizə termodinamika deyirdi. Son olaraq isə mən kvant fizikasının adını çəkmək istəmirəm. Çünki o yazıq elmi, bədbəxt elmi elə günə qoyublar ki, başı çıxan, çıxmayan, anlayışı olmayan hamı kvant fizikasından danışır. Ateist də kvant fizikasından istifadə edib öz düşüncəsini əsaslandırmağa çalışır. Dindar da, mistik də, falçı da, hamı kvant fizikasına istinad edir. Sadəcə getmədən, yəni bu müddəanı istənilən adam yoxlaya bilər. Kvant fizikasında ümumiyyətlə boşluq, heçlik, belə bir şey yoxdur kainatda. Məşhur fizik var, Michio Kaku. Yapon əsilli Amerikalı fizikdir. O izah eləyir, əllərini belə tutur. Deyir ki, təsəvvür edin ki, bu sahədə hər şeyi çıxartmışıq. Havanı da, işığı da, molekullar, bir dənə də atom qalmayıb burada. Ancaq burada məkan var, məkan. Məkanın özündə isə kvant fluktuasiyaları deyilən hallar baş verə bilir. Məkan, yəni Einstein məkanı, öz toxumasından enerji formalaşdıra bilir, subatom səviyyədə və əksinə enerji, yəni elementar hissəciklər məkana hopa bilir, məkana yayıla bilir. Yəni boşluq deyilən bir şey yoxdur, yoxluq deyilən bir şey yoxdur. Bizim gəldiyimiz son nəticə odur ki, Allah yoxdan yaratdı. Yoxluq deyilən bir şey yoxdur. Və Big Bang ona sübut sayırlar ki, kainat yox idi, Allah partlayışla yoxdan yaratdı. Big Bang yoxluqdan yaranıb demir elm. Big Bang'in
qədər nə var idi? Bu elmin araşdırdığı bir sualdır. Bəli, hə, tutaq ki, kainat bir nöqtədən inkişafa başlayıb, amma buna qədər nəsə var idi. Elm ona qədər olanı, yəni yox. Ən çox deyirlər ki, kvant fluktasiyalarından yaranıb, məkanın kvant tərəddüdləri. Amma mənim çox xoşuma gələn bir nəzəriyyə var. Deyirlər ki, Big Bang 4 ölçülü məkanda, biz 3 ölçülü məkanda yaşayırıq. 4 ölçülü məkanda qara dəliyin kollapsı nəticəsində 3 ölçülü məkanda yaranan bir növ ağ dəlik idi. Necə ki, bizdə qara dəliklər maddəni və işığı içinə çəkirlər, bilmirik sonra nə olur. Bu nəzəriyyə onu deyir ki, təxminən 4 ölçülü məkanda, 4 ölçülü məkanın qara dəliyi işığı, materiyanı öz içinə çəkib və 3 ölçülü məkanda Big Bang baş verib, ağ partlayış. Qara dəliyin əksi ağ dəlik. Bax, bu nəzəriyyə mənim çox xoşuma gəlir. Amma bir şey dedim, əgər kainatı Allah yaradıb nəzəriyyəsinin və kainat əslində yoxdur, bu bir simulyasiyadır nəzəriyyəsinin, ikisi də fərziyyədir. Simulyasiya daha çox fərziyyədir, Allah hətta fərziyyə də deyil. Amma bu iki düşüncənin arasında qalsam, mən kainatın simulyasiya olduğuna inanmağa daha çox meyllənərəm, nəinki kiminsə tərəfindən yaradıldığına. Yəni deyirsiniz 3 ölçülü, 4 ölçülü məkandan danışdınız. Ola bilməzmi ki, məsələn 5 ölçülü bir varlıq var, biz onu heç bir şəkildə düşünə bilmirik, yəni bizim beynimiz onu qəbul edə bilmir, amma belə bir varlıq var və bizi görür, izləyir, bizi idarə edir. Ola bilər. Bu da yəni Allahdır. Yəni elə bir varlığın olması tamamilə mümkündür. Yəni hətta istisna deyil ki, biz hamımız o matrisanın içində yaşayırıq. Simulyasiya, kainat bir simulyasiyadır, biz də onun içində yaşayırıq. Və bunu mən desəm, deyərsiniz ki, başı xarab olur. Bunu Elon Musk deyir. Onun məşhur bir podkastda çıxışı var. O podkastın adı yadımdan çıxdı. Elon Musk qonaqdır. Bu mövzu danışır ki, kainat əslində simulyasiya ola bilər, tamamilə mümkündür. Mən həmişə fikirləşmişəm ki, kainatın bu qədər azmanlığını izah eləmək ağla sığmır. Sadəcə insan beyni ağla sığmır və tutaq ki, bizə deyək ki, 150 milyard işıq ili o yanda kainatın sərhəddi var, sonu var. O da kainat deyil əslində, nəyin sərhəddi? Yəni Big Bangla yaranan məkanın sərhəddidir. Amma biz heç vaxt gedib ora çata bilmərik. Çünki biz nə qədər sürətlə getsək belə kainat daha böyük sürətlə genişlənməkdədir. Yəni bir son var, amma ora çatmaq mümkün deyil. Və bu yəni yenə də gəlirik ki, beynimizin bunu real qəbul etmək çox çətindir həqiqətən. Simulyasiya olmağı daha inanmaq daha rahatdır. Yəni bizim cəmiyyətə biraz da qayıdaq. Məsələn, mənim anamın belə bir sözü var. Vüsal bəy deyir ki, belə bir söz var deyil, belə bir inancı var ki, məsələn, gedir harasa, çox primitiv belə misal çəkəcəm, telefonu düzəltdirməyə. Ustanın görür ki, dindar biridir. Deyir ki, o aldatmaz çünki Allaha inanar. Yəni cəmiyyətimizdə insanlara etibarı biz onun inancına görə ölçürük, düzdür? İndi siz bu cəmiyyətdə açıq şəkildə ateist olduğunuzu dilə gətirirsiniz. Biraz sizə insanlar tərəfindən yəqin ki, etibarsız kimi, inamsız kimi yanaşılma var. Məsələn, necə deyim, bu sualı necə düzgün sizə verim? Yəni sizin əxlaq normalarınızı, sizin belə deyərdim, doğru olmaq, doğrunu seçmək haqqında o normalarınızı nə təyin edir? Deməli, bu dindarların, ateistlərin barəsində çox maraqlı təsəvvürləri var. Elə bilirlər ki, biz nə bilim, gecələr gedirik, pişik tapıb başını kəsirik və yaxud o geniş qapanmış gözlər filmindəki kimi o orgiyalar düzəldirik orada, nə bilim, hamı çılpaq gəzir. Yoxdur belə bir şey. İnsanın əxlaqı, tərbiyəsi, davranışları, bu onun ailədən gördüklərinə, yaşadığı mühitə, ətrafdakı insanlardan görüb götürdüklərinə əsasən formalaşır və inancların buna ümumiyyətlə heç bir dəxli yoxdur. Məsələn, təsəvvür edin, Çin milyard yarım insan heç bir Allaha inanmır. Nə ölkədə xaos var. Yəni, məsələn, mənə belə deyirlər ki, əgər insan Allaha inanmırsa, onu pis işlər görməkdən nə çəkindirə bilər? Niyə cinayət eləməsin? Niyə pozğunluq eləməsin? Nədən çəkinirsən? Çünki mənim təbiətimdə cinayətkarlıq yoxdur, pozğunluq yoxdur. Çünki mən tərbiyə almışam və hamısını qoyum qırağa. Tutaq ki, başqası mənim kimi tərbiyə almamış ola bilər. Bu görür ki, əgər pozğun həyat tərzi keçirsə, qanunsuz həyat tərzi keçirsə, cəzalanacaq, insanların buna münasibəti dəyişəcək və inkişaf eləyə bilməyəcək, hörmət qazana bilməyəcək. Axı bu insanın baza tələblərindən biridir. Ətrafın hörmətinə malik olmaq, ətrafın xoşuna gəlmək, hər kəs bunu istəyir.
Amma görəndə ki, sən ümumi ictimai normalara tüpürərək yaşayırsan, onda sən bu hörməti itirəcəksən, bunu da heç kim istəmir. Cinayət eləsən cəzasını alacaqsan. Yəni biz dini normalardan qat-qat kamil, mükəmməl və gözəl normaları insan olaraq artıq özümüz yaratmışıq. Heç kəs sizi görməyəndə bəs. Heç kəs bizi görməndə kitab oxuyuruq. Əgər o xoşbəxtlik varsa, vəziyyətlə qarşı-qarşıya qalanda nəyə əsasən qərar verirsiniz də? Yəni heç kəsə məsələn deyirsiniz ki, bir davranışımın nəticəsini görə bilərəm cəmiyyətdə. Deyək ki, görmürsüz, heç kəs sizi görmür, bunu dəyərləndirmir. Bu zaman nəyə görə qərar verirsiniz? Əxlaq nədir? Yəni mənəviyyat nədir? Sualına verilən cavablardan biri budur ki, səni heç kim görməyəndə də hamının gözünün qabağındakı kimi davranırsansa, onda sən əsl əxlaqlı adamsan. Yəni əxlaqın təyinlərindən biri budur. Biz deyirik ki, Allah bizi görür də, belə bir yəni bizdə düşüncə var. Amma sizdə o Allah məfhumu olmadığına görə sizi heç kəs görmür. Siz bəs bu görən kimdir sizi? Bu göz hardadır? Yəni birincisi vicdanınızdırmı? Bəlkə vicdanınızdır. Ola bilərmi? Birincisi insanın özünün özünə nəzarət mexanizmləri var və bunun fizioloji əsası var. Buna güzgü neyronları deyirlər. Güzgü neyronları nədir? Bu hətta primatlarda da var, tək insanlarda deyil. Beyində bir qrup neyron başqa canlının iztirablarını sənə eynən onu özündə əks etdirir. Məsələn, tutaq ki, sən fikirləşirsən ki, İraq olsun, kiminsə övladı ölsə, övladının ölümünə səbəb olsun. Məsələn, maşınla gedirsən, vurduğun kiminsə uşağı öldü. Onun nə ağrı olduğunu öz güzgü neyronların sənə yaşada bilir. Yəni sən sanki bunu öz faciən kimi hiss edirsən. Və yaxud kiminsə maaşını kəsdin, pulunu oğurladın, əmlakını əlbə keçirdin qanunsuz yolla. Bütün bunlar sənə edilsəydi, sən hansı hissləri keçirərdin, hansı iztirabla üzləşərdin? O beyində güzgü neyronlar adlanan neyron qrupu o hissi insana yaşada bilir. Birdən işləmədi o neyron? Yox, hamıda. Əgər patoloji bəzi adamlar var ki, patologiyadır, işləmir. Tutaq ki, və yaxud ola bilər ki, beyninin qabığının harasında zədə alıb, nəsə bir neyrofizioloji problemi var. Onda o hiss yoxdur, empatiya hissi yoxdur, birinə acımır. Sizdə bu varsa, hamıda var deyə bir şey yoxdur. Həmin insan ateistdirsə, artıq hiss eləyir. Həmin insan dindardırsa elə yenə də ona da Allah qorxusu mane olmayacaq. Mən hələ görməmişəm ki, hansısa dindar sırf dinin təsiri ilə yaxşı adam olsun. İnsan necədirsə, dindar olur. Ən azından. Yox, baxın, bilirsiz mexanizm necə işləyir? Misalı biraz bədii gətirəcəm, amma inanın həyatda da belə işləyir. Köləliyin 12 ili filmi var. O real əsər Oscar-da alıb və olmuş hadisənin əsasında çəkilib. Orada bir quldar obrazı var. Michael Fassbender oynayır, Britaniyalı aktyor. Qatı xristiandır. Hər gün qullarını yığır, bunlara Bibliyadan sitat gətirir. Allahın nə istədiyindən danışır. Düzü sıraya ağız dolusu Bibliyadan, İsa'dan, Allahdan danışır. Eyni zamanda da dəhşətli dərəcədə əzazildir. Yəni Allahdan danışmağı, qatı xristian olmağı bunun əzazilliyinə heç bir fayda vermir, yəni yumşaltmır. Buna günlərin birində deyirlər ki, qulları deyir ki, sən bu qədər zalım olma, bu qədər zülm eləmə, Allahın acığına gələr. Bu deyir ki, Allah məni ağa yaradıb, səni qul yaradıb. Deməli, Allah özü istəyir ki, mənim sənə əzab vermə imkanım olsun, yoxsa Allah belə yaratmazdı. Yəni, istənilən insan öz əməlinə, Allaha nə qədər inanır inansın, nəsə bir əməl eləmək istəyirsə, mütləq o Molla Nəsrəddinin sözü olmasın, kitabdan kitaba salıb bir yol tapacaq ki, buna Allah pis baxmır. Mən bunu o qədər şahid olmuşam. Qatı dindarların içki içmək istəyərkən buna necə əsaslandırdığına, bunu Quranla, Allahla necə əsaslandırdığını görmüşəm. Digər, məsələn, zina eləmək istəyəndə bunu necə əsaslandırdığını görmüşəm. Yəni, hələ görməmişəm ki, insanın xasiyyətində hansısa nöqsan varsa, onun dindarlığı o nöqsanı düzəltsin. Mən bunun şahidi olmamışam. Əksi də düzdür. Yəni, insanın xasiyyətində hansısa nöqsan yoxdursa, dinsiz olmağı, onun təsiri yoxdur ona. Burada ikiyüzlük ortaya çıxır da, yəni. Verilişinizin adı da elə belədən deyil. Bu ikiyüzlük xüsusilə də cəmiyyətimizdəki ikiyüzlüklərdən danışırıq. Xüsusilə də din sahəsində bu ikiyüzlük çox özünü göstərir. Səmimi dindarlıqla göstərilən dindarlıq arasında toqquşma var, qarşıdurma var deyə düşünürəm. Sizcə necədir? Bizim cəmiyyətimizdə səmimi dindarlıq yaşanırmı? Çox azdır. Mənim bildiyim qədər həddindən artıq. Məsələn, mənim deyək ki, bir 20 dindar dostumdan ikisi həqiqətən dindardır. Yəni,
düşünmədən qabaqlarında və diz çöküb əlini öpərəm. O dərəcədə bilirəm ki, adamlar dindardır. İkisi elədi, 2 nəfər. İçində onları müqəddəs sayıram. Amma yaxın 20, yəni tanıdığım dindardan. Amma 18-i bununla ya maddi qazancları var, ya başqa mənfəətləri var, ya özlərini o cürə göstərmək istəyirlər, ya din adı ilə hörmət qazanmaq istəyirlər. Yəni bu məqsədlə din onlara lazımdır. Yəni belə yuvarlaqlaşdırsa neçə faiz deyir? Yarım faiz. Yəni çox azdır. Məncə də bu çox azdır. Ümumiyyətlə sizcə insanın şəxsiyyətini inam formalaşdırır, yoxsa inamı şəxsiyyətimiz formalaşdırır? İnsanın şəxsiyyəti onun inamını formalaşdırır. Və insan var ki, ümumiyyətlə inanmağa ehtiyacı yoxdur. İnsan var ki, inanmadan yaşaya bilmir. Bunun da yəni təkamül, psixoloji təkamül kökləri, gələ-gələ izah olunan kökləri var. Uşaq vaxtı, məsələn, bizə deyirlər ki, çölə çıxma cin var, qulyabani var. Mən uşaq olanda həyətimizdə quyu var idi. Mənə deyirdilər ki, quyunun anası var, gecə oradan keçmə səni dartıb içəri salar. O qədər qorxurdum ki, yəni yaxınlaşanda ürəyim ağzımdan çıxırdı. Və bu tarixən fikirləşin. Məsələn, 100 min il bundan qabaqdır. Meşə, mağaralar və hər yan vəhşi heyvanlar. Məsələn, ana uşağına deyir ki, çölə çıxma, cin var, şeytan var, qulyabani var. Əgər bu uşaq buna inanırsa, çölə çıxmırsa, yəni inanmağa meyillidirsə, o sağ qalacaq. Gedəcək yerində yatacaq. Amma bir uşaq buna etiraz etsə, deyir, anasına yox, cin yoxdur, qulyabani yoxdur, yalan deyirsən, şeytan yoxdur, mən çölə çıxacağam. Böyük ehtimalla onu canavar parçalayacaq, başqa bir çaqqal parçalayacaq və bu insan sağ qalmayacaq. Nə alınır? İnanan insanların inanmağa meyilli, yəni genetik olaraq inanclı insanların sağ qalmaq ehtimalı tarixən yüksək olur. Çox maraqlı yanaşmadır. Bəli. Ona görə biz bugün inanan insanların nəsliyik, genində inanmaq, təbiətində inanmaq olan insanlar. Çünki bizim ateist əcdadları canavar parçalayıb, onlar gecə mağaradan çölə çıxıblar. Deyiblər ki, qulyabani yoxdur çöldə, yalan deyirsin. Çıxıb və onu canavar parçalayıb. Onlar yaşaya bilməyib. Yəni təkamül özü izah eləyir ki, niyə bugün inanclı insanlar daha çoxdur, inancsız insanlar azdır. Çox maraqlıdır. Ateist olaraq siz din adamlarına yanaşmanız necədir? Daha çox empatiya qura bilirsiniz, yoxsa tənqidi yanaşırsınız? Mən onlara çox müsbət yanaşıram, hörmətim var, tam səmimi sözümdür. Nə zaman bu gedir sizdə? Nə zaman tənqidi yanaşırsınız? Bəs belə deyək, empatiya qura bilmirsiniz. Görəndə ki, yalan danışırlar. Məsələn, dini olmadığı şəkildə təqdim eləyirlər. Dini elmlə əsaslandırmağa çalışırlar. Ay nə bilim, Quranda elm var. Ay nə bilim, Quran təkamülü təsdiqləyir. Ay nə bilim, təkamül yaradılışı inkar eləmir. Ay nə bilim, kvant fizikası Allahın varlığını təsdiqləyir. Bax, belə danışan insanları ürəyimdə deyirəm ki, biraz yavaşla, bu qədər lazım deyil. Üzlərinə vurmasam da deyirəm ki, yəni mən sizin o deyiləm, amma çalışıram ki, heç kimdən açıq danışmayım, kobud danışmayım. Çünki bu mövzular özü həllini tapacaq. Xeyli tapıb, mənim gözümün qabağında xeyli şey həllini tapıb, bilirəm ki, qalanı da tapacaq. Amma dostluqları, münasibətləri, insan qəlbini qırmaq bu doğru deyil. Yunus Əmrənin sözü var, deyir, bir yol könül qırdın isə o qıldığın namaz deyil. Möhtəşəm bir sözdür. Yəni, bir insanın könlünü buna görə qıracaqsansa, bir insanın ürəyi parçalanacaqsa, nə ateizm, nə din, nə təkamül, bunlar boş şeylərdir. Yəni, heç kimin ürəyini qırma, könlünü qırma. Ona görə mən son vaxtda ümumiyyətlə çalışıram o mövzulardan qaçırım, dostlarla ümumiyyətlə danışmayım. Amma dediyim kimi, yalandan dini belə basıb bağlamırsa, səmimi inanırsa dinə, mənim o adamlara çox böyük sevgim var. Bugünə qədər danışdığımız və verilişdə də indiyə qədər danışdığımız məsələlərin kökündə mənə elə gəlir ki, ən çox səmimiyyət durur. İnsan nə qədər özünə qarşı səmimidir. İnsan özünə qarşı səmimiliyi oradan başlamalıdır ki, mənimki doğrudanmı inancdır, yoxsa mən qorxuram əslində. Verilişdən əvvəl biz hardasa buna toxundunuz. Mən dedim ki, elə verilişdə bunu deyərəm. Dediniz ki, insan inandığını deməkdən utanır, inandığından utanır. Misal, belə bir cümlə işlətdiniz. Bəli. Burada bu nədən irəli gəlir? Yəni, burada insan əslində, mən belə fikirləşirəm, bu mənim şəxsi fikrimdir ki, mənə elə gəlir ki, yaxşı görünmək üçün inanmadığını müdafiə edir bəzi insanlar cəmiyyətimizdə və buna görə də bu səmiyyətsizlik yaranır. İkiyüzlük dində məncə buradan yaranır. İnsanın vicdanı ilə savaşıdır sanki bu. Səmimi deyilik məncə. İnsan səmimidirsə özü-özünə oturub iki suala cavab verməlidir.
mən doğrudanmı inanıram? Yəni bu doğrudanmı? Bəzən insanlar bir-birindən soruşurlar ki, səninki doğrudanmı sevgidir? Bəlkə öyrəşmisən, bəlkə vərdiş eləmisən, bəlkə ehtiyacın var. Əminsənmi ki, bu sevgidir? Bax, insan özündən bunu səmimi, özü ilə aydınlaşdırmalıdır ki, mən doğrudanmı Allaha inanıram? Yoxsa mən qorxuram ki, birdən məni yandırdı o dünyada. Birdən oldu və məni yandırdı. Nə edəcəm? Və yaxud mən nəyisə bilmirəm, bilmədiyimin adını Allah inancı qoymuşam. 50-nin 50-yi olur, hətta 60-ın 40-ı olur. İnsan nəyisə bilmir. Məsələn, dindarlar mənlə söhbət edəndə nə deyirlər? Deyirlər ki, yaxşı da insan necə yarana bilər, kainat necə yarana bilər, atomun altında nə bilim, içində subatom hissəcikləri, nə bilim, proton necə kvarklar necə bölünüb, birləşib protonu yaradırlar filan. Bazen bilmir, adam bilmir. Mən də bilmirəm, heç kim bilmir. Ümumiyyətlə, insan bu sualın cavabını bilmir. Bilmədiyi üçün deyir ki, Allah var. Nəyisə bilməmək, bu deməkdir ki, bizim informasiya, məlumat boşluğumuz var. Bu Allah var demək deyil. Bir gün biz onu biləcəyik. Bugün filan şey necə oldu? Deməli Allahın işidir. Eləyirik. Amma 50 il sonra biz biləcəyik ki, bu Allahın işi deyilmiş. Bunun konkret mexanizmi var. Amma onda da başqa sual olacaq ki, yenə də onu bilməyəcəyik. Yəni, həmişə insanın bilmədiyi nələrsə olacaq. Bununla barışmaq lazımdır. Məsələn, mən çox rahat barışmışam ki, həmişə bilmədiyim nələrsə olacaq. Amma bu o demək deyil ki, Allah var. Yəni, bu ikisini qarışdırmaq olmaz. İldırım mənim ən çox sevdiyim misallardan biridir. Bütün dinlərdə ildırımla bağlı nəsə var. Məsələn, Skandinaviya dinlərində Thor, ildırım Allahı. Yunan mifologiyasında Zevs, ildırım Allahı. Quranda İldırım surəsi var, Ər-Ra'd. Niyə ildırıma dinlər bu qədər əhəmiyyət verirlər? Çünki insanı dəhşətə gətirdi. Baxırsan, göydən dəhşətli səs gəldi. Nəsə bir alov düşdü yerə. Bu nədir? Aman Allah, bu nədir? Və hamı bunu məcburi, boşluqdur, bilmirsən, amma bir izah tapmalısan. 19-cu əsrdə bilindi ki, ildırım nədir və bugün artıq heç kim, hamı bilir, heç kimi qorxutmur, heç kim ildırımı izah eləmək üçün Allaha üz tutmur. Amma bugün başqa bilinməyən suallar var. Bunları da deyək ki, 100 ildən sonra biləcəyik, onda başqa bilinməyən suallar olacaq. Amma etiraf eləməliyik ki, bilməmək ayrı şeydir, inanc başqa şeydir. Biz bu ikisini qarışdırırıq. Biz bilməməyimizi inanc hesab edirik və yaxud qorxumuzu inanc hesab edirik ki, Allah çox qüdrətlidir, mən deyirəm o yoxdur, birdən o olsa mən neyniyərəm? Bu qorxudur, bu inanc deyil. Ya qorxunu, ya da məlumatsızlığı inancla qarışdırmaq olmaz. Hər kəs, yəni inanın, səmimi içində bunu araşdırsa görəcək ki, o inanmır. O ya qorxur, ya da bilmir, ikisindən biridir. Bunu elə izləyicilərimizə buraxaq, qoy onlar bu sorğulasınlar. O ki, qaldı insanların o dinindən utanmağına, bayaqki söhbətimizlə, onu bizim neo-islamçılarda görürəm. Başda dostum Elşad Miri olmaqla, sanki inanırlar, sanki müsəlmandırlar, Quranı oxuyurlar, amma utanırlar, olduğu kimi qəbul eləməkdən utanırlar. Deyirlər ki, yox, belə deyil, tərcümə səhvidir. Məsələn, bir misal deyim sizə. Məhəmmədin Meracı İslamın sütun anlayışlarından biridir. Əsrlər boyu İslam filosofları, şairləri, İslam övliyaları Merac hadisəsindən vəcdə gəliblər. Yəni, Məhəmməd Meraca getdi, aman tanrım, bu nə möcüzədir, bu nə dəhşətli hadisədir, bu necə bir şeydir. İslamın ana sütunlarından biridir. Amma eyni zamanda həmişə inanmayanlar da olur. Belə hadisə baş verən gün Məhəmməd gəlib deyəndə ki, mən gecə Meraca getmişdim. Öz dostları, silahdaşları bəziləri deyib ki, yalan deyir. Bəziləri deyib ki, arvadı deyib ki, yuxu görür. Bir də Əbu Bəkir deyib ki, yalan deməz. O deyirsə Meraca gedib, deməli gedib. Və buna görə ləqəbi Siddiq, Sadiq, Məhəmməd ona Sadiq, Əbu Bəkir Sıddıq ləqəbini verir. Meracla bağlı hətta Quranda da ayə var. Nəcm surəsində 53 mü, 54 mü, mən Quranı əzbər bilmirəm, yalan deməyim. Orada deyir ki, Məhəmmədlə Cəbrail daha əvvəl Sidrətül Müntehanın yanında görüşmüşdülər. Sidrətül Münteha göyün 7-ci qatında bir ağacın adıdır, sehirli ağacın adıdır. Ona Krishnada Kalki Avatara deyirlər, xristianlıqda həyat ağacı deyirlər. Yəni ki, çox başınızı ağrıtmayayım, Merac hadisəsi İslamda var, əsrlərlə, 13 əsr, 14 əsr insanlar bundan vəcdə gəliblər, seviblər. Nizaminin Xəmsəsinin hər poemasında Məhəmmədin Meracına ayrıca bir bənd hesabı, bir hissə həsr olunub Məhəmməd hər poemasında. Və bugün Elşad Miri deyir ki, məsələn, adam ilahiyyatçıdır, deyir ki, Merac yoxdur. Ay Elşad, niyə yoxdur? Deyir, adam da göyə qalxar. Yəni 13 əsr hamı gic oldu, hamının başı xarab oldu, hamı düşündü ki, insan göyə qalxar.
Bir dənə Elşad gəldi 13 əsr sonra dedi ki, insan göyə qalxmaz, İslamda mirac yoxdur. Misal üçün deyirəm də. Eləcə İslamda adam Siz demək istəyirsiniz ki, var? Mən demək istəyirəm ki, məsələn mən inananda 30 yaşımda, məsələn 25 yaşımda bəli mən də bilirdim ki, insan göyə qalxmaz, göyün 7 qatı yoxdur. Göyün 7-ci qatında Sidratul Münteha adında ağac yoxdur. Rasional məntiqlə, məişət məntiqi ilə mən bunu bilirdim. Amma mən inanırdım ki, o miraca gedib. İnan belədir. İnana bilirsən, inan. Hünərin çatır. Utanmırsansa, kişi kimi mərdanə inana bilirsənsə, inan. İnana bilmirsənsə, yox mən müsəlmanam, amma İslamda mirac yoxdur. İslamda nə bilim filan şey, Quranda açıq-aşkar olan cənnətdə hurilər yoxdur. Yəni belə şeylər İslamı olduğu kimi qəbul etməkdən utanırlar. Mən ateist olanda, aqressiv ateist vaxtında dedim ki, cənablar, Allah Quranda insanlara deyir ki, kim mənim tərəfimdədir, cənnətdə ona hurilər vəd edir, hurilər verəcəm. Huri nədir? Gənc, gözəl qız. Dedim, yaxşı, Allah da kimisə öz tərəfinə çəkmək üçün ona qız vəd eləyərmi? Ayıb deyil, yəni bu Allaha yaraşan bir şeydirmi? Mən ateist kimi bunu deyirdim. Məsələn, bugün Elşad deyir ki, Allah da adama qız vəd eləyər, ayıb deyil. Tamam, bunu mən ateist deyirəm, çünki mən... Bəlkə o da ateist olmaq istəyir, aynı salda niyə imkan vermirsiniz? Yəni deməyim odur ki, ateist... Dura, bəlkə də Elşad Miri sabah olacaq ateist. Adam deyir ki, mən Quranı deməli, bütün ərəblər Quranı səhv başa düşürlər. Ərəb dilini açandan Quran dilində, ərəb dilində danışır. Özü də məhz o Məkkə, Küfə dialektində. Qulağı eşidəndən ərəb dili eşidir. Bunlar Quranı deyir ki, onlar səhv başa düşürlər. Mən 30 yaşımda ərəb dili öyrənmişəm. Mən onlardan daha yaxşı başa düşürəm. Yəni biz iddia edirik ki, Quranı ərəbdən yaxşı bilirik. Quranı 1300 il bizə qədər şərh eləyənlərdən, başa düşənlərdən yaxşı bilirik. Niyə? Çünki utanırlar. Olduğu kimi qəbul etməkdən utanırlar. Mən demək istəyirəm ki, bax bir misal da deyim. Quranda Qəmər surəsi var. Mənası ay deməkdir. Birinci ayəsi belə başlayır. Saatı çatdı və ay bölündü. Ərəbcə də deyə bilərəm, sadəcə ərəb dili mükəmməl deyildi. Birinci ayəsi belədir. Deyilən saat çatdı, saatı çatdı, məhz saat sözü işlənir. Saatı çatdı və ay bölündü. Yəni buna Şəqqül Qəmər hadisəsi deyirlər. İslamın əsas anlayışlarından biridir. Rəvayət belədir ki, Məhəmməddən möcüzə istəyib kafirlər, o da barmağının işarəsi ilə ayı bölüb. Bunu nə bilim, bütün şairlər, bütün filosoflar, bütün o İslam övliya hamı yazıb, danışıb, vəcdə gəlib, Şəqqül Qəmər. Məsələn, Elşad deyir ki, tək Elşad yox ha, yəni neo-İslamçıların ümumiləşmiş obrazı kimi deyim də. Deyir ki, İslamda belə şey yoxdur, ay bölünməz. Qardaş, qalan hamının başı xarabdır. Hamı doğrudan düşünür ki, barmağın işarəsi ilə ay bölünər. Yəni 1300 il hamı gic idi, buna inanırdı. Bir dənə indi bunlar ağıllı çıxdılar, deyirlər ki, barmağın işarəsi ilə ay bölünməz. Dinin nə olduğunu bilmirlər. Dini məişət məntiqi ilə, din rasional bir şey deyil. Dində məişət məntiqi axtarmayın, dində fizika axtarmayın. Dini olduğu kimi ecazkarlığı ilə, füsunkarlığı ilə qəbul edirlər. Vurul, ofsunlan, bağlan. Onda sən dindar olursan. Yoxsa oturub dində səhv axtar, səhv tap. Bu əslində bu deyil, bu tərcümə səhvdir, bu ayəni səhv başa düşüblər. Bu təftişçilikdir, bu inanc deyil, inanc belə olunur, bu ikiyüzlüdür. Adam pulsuz aparırdılar, 8 dəfə həcdə olub, əyninə ağ ihramiyyə geyinirdi, oturub həcdən canlı yayım açırdı da Facebookda. İndi aparmırlar, deyir ki, İslamda həc yoxdur. Zor deyil. Vüsal bəy, təşəkkür edirəm gəldiyiniz üçün. Mən təşəkkür edirəm. Çox xoş bir söhbət oldu və mənim üçün şəxsən çox məlumat aldığım, bilgiləndiyim bir söhbət oldu. Çox sağ olun. Mənim üçün də çox maraqlı oldu. Çünki adətən bunları danışmıram. Son vaxtlar ümumiyyətlə bu mövzuda danışmağı özümə bir növ qadağan eləmişəm. Dəvət elədiniz, mənə də maraqlı oldu bu. Demək istədiklərimi uzun müddətdən sonra yığılıb qalanları dilə gətirdim. Bax belə əziz izləyicilər, gəldik 200-lünün sonuna və qonağımızla söhbətimizdən belə qənaətə gəldik ki, İnan sadəcə dinlə əlaqəli deyil, bu həm də bizim kimliyimizlə, qorxularımızla və həmçinin həqiqətə qarşı münasibətimizlə əlaqəlidir. Buna bir güzgüdür. Çox zaman biz inanırıq. Mən düşünürəm ki, bəzən Tanrıya, bəzən insanlara, bəzən də sadəcə sabahın daha yaxşı olacağına. Əsas sual budur ki, inanırıqmı, yoxsa inanırmış kimi davranırıq? Rəylərdə fikirlərinizi yazmağı unutmayın. Gələn verilişimizdə başqa bir mövzunun maskasının arxasındakı üzə baxacağıq. O vaxta qədər səmimi qalın. Sağ olun.